Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Qaraqoyunlu dövləti. Qaraqoyunlu Baharlı dövləti 1410-1468-ci illərdə mövcud olub. Biraz Qaraqoyunlu tayfalarından danışaq. Qaraqoyunlu tayfaları Oğuz boylarındandır və Qaraqoyunlu tayfa ittifaqına daxil olan tayfalar Ağacərilər 5-ci əsrdən Azərbaycanda məskunlaşıblar. Deməli, Monqolların yürüşləri ərəfəsində xalxalı idarə edirdilər Ağacərilər. Sonra Türkmənlər 7-ci əsrdən başlayaraq Azərbaycanda məskunlaşıblar. Sədlilər Naxçıvanda və Sürməlidə məskunlaşıblar. Baharlılar isə burada tayfa birliyini yaratmışdılar. Daxil idi Ağacərilər, Türkmənlər, Sədlilər və Baharlıların özləri. Deməli, böyük Səlcuqlu dövləti, imperatorluğu parçalandıqdan sonra deməli, Oğuzların siyasi mərkəzini itirməsi prosesi deməli, tarixdə görünür. Yəni, Oğuzlar siyasi mərkəzini itirdilər və onlar köç etməyə başladılar. Hara köç etməyə başladılar? Bura Ağqoyunlular da daxildir, Qaraqoyunlular da daxildir. Şərqi Anadoluya köç etməyə başladılar. Deməli, siyasi dirçəliş də elə Qaraqoyunlu, Ağqoyunlu tayfaları ilə başlayır. Qaraqoyunluların, yəni Oğuzların siyasi dirçəlişinin səbəbləri var idi. Onlar hansılar idi? Deməli, Monqol hakimiyyəti zəiflədi. Bir də Teymurləngin, Əmir Teymurun İslam-Türk dünyasını birləşdirmə siyasəti iflasa uğradı. Bu səbəblərdən dolayı Oğuzların yeni siyasi dirçəlişi baş verdi. Bayram Xoca 1375-1380-ci illərdə Qaraqoyunlu tayfa ittifaqına rəhbərlik edir. Deməli, Qaraqoyunlu bu zaman Qaraqoyunlular Van ətrafında və Ərkişdə məskunlaşmışdı, yaşayırdılar. Bayram Xoca Cəlairi Şeyxüveysin əmirlərindən, nüfuzlu əmirlərindən biri idi. Bəylik yaratdı Bayram Xoca, 14-cü əsrin sonlarında bəylik yaratdı, yəni Qaraqoyunlu bəyliyi və mərkəzi də Van idi. Eyni zamanda hakimiyyətini yaya bildi haralara? Şərqi Anadolunun bir hissəsinə, Ərzincana və Sivasa. Bu üç əraziyə öz hakimiyyətini yaya bilmişdi Bayram Xoca. Bayram Xocadan sonra hakimiyyətə bəylikdə Qara Məhəmməd gəlir. 1380-1389-cu illərdə Qaraqoyunlu bəyliyində hakimiyyətdə olur. Diqqət edək, bəylik var, feodal hakimliyi var və dövlət var. Deməli, bu zaman o Cəlairi Sultanı, Sultan Əhmədlə qohum olur. Eyni zamanda feodal hakimliyi yaradır. Deməli, bəyliyi yaradıb Bayram Xoca, feodal hakimliyini yaradıb Qara Məhəmməd. Feodal hakimliyinin də mərkəzi bəylik kimi Van şəhəri idi, Van şəhəri. Deməli, Azərbaycan uğrunda mübarizəyə qoşulur Qara Məhəmməd, lakin uğurlu alınmır. Nəyə görə? Çünki Teymur kimi nəhəng bir deməli, imperator var idi və onun yürüşləri ilə əlaqədar Azərbaycan uğrunda Qara Məhəmmədin mübarizəsi uğurlu alınmır. Sonra hakimiyyətə bəylikdə, daha doğrusu feodal hakimliyində gəlir, deməli, Qara Yusif. Qara Yusif 1389-1420-ci illərdə hakimiyyətdə olub. 1389-cu ildən 1410-cu ilə qədər feodal hakimi kimi, yəni feodal hakimliyində hakimiyyətdə olub. 1410-cu ildən 1420-ci ilə kimi Qaraqoyunlu dövlətinin hökmdarı olub. Demək, Azərbaycan uğrunda Qara Yusifin rəqibləri var idi. Kimlər idi? Teymurilər, hansı ki, hakimiyyətini öz əllərində saxlamaq istəyirdilər, Cəlairilər və Ağqoyunlular. Teymurilər və Cəlairilər dövlətdir, Ağqoyunlular isə bəylikdir. Deməli, Teymura qarşı, daha doğrusu Teymurilərə qarşı, elə Teymura qarşı Sultan Əhmədlə ittifaq bağladı. Kim? Qara Yusif ki, birləşək və Teymura qarşı mübarizə aparaq.
və eyni zamanda bu ittifaq təklifini Ağqoyunlu bəyi Qarayolluq Osman bəyə də göndərdi. Lakin Qarayolluq Osman bəy, yəni Ağqoyunlu hakimi Qarayolluq Osman bəy Qara Yusifin bu təklifini qəbul etmədi, rədd cavabı verdi. Və eyni zamanda Qara Yusif İldırım Bəyazitlə, Osmanlı Sultanı İldırım Bəyazitlə də dostluq münasibətləri qura bildi. 1394-cü ildə, dəyərli yoldaşlar, Bağdad döyüşü olur. Bağdad döyüşü. Bağdad döyüşündə deməli Əmir Teymurla qarşı-qarşıya gəlir Qara Yusif və Cəlairi Sultan Əhməd. Əmir Teymur onları məğlub edir və hər ikisi İldırım Bəyazitə sığınır, Osmanlı Sultanına. Lakin oradan da, yəni daha doğrusu Teymur İldırım Bəyazitdən bu ikisini ona təhvil verməyi tələb edir. İldırım Bəyazit Teymurun bu təklifini rədd edir. Onlar daha Osmanlı ərazisində qalmırlar, gəlirlər Misirə. Misirə gəlirlər. Misirə gəldikdən sonra Misir deməli hökmdarı Teymurun tələbi ilə onları zindana atdırır. Yəni Cəlairi Sultan Əhmədi və Qara Yusifi. 1406-cı ildə deməli Naxçıvan yaxınlığında Araz çayı sahilində döyüş olur. Bu döyüşə qədər bir məlumatı verim ki, 1405-ci ildə Əmir Teymur vəfat edir. Əmir Teymurun vəfat etməsi ilə Sultan Əhməd Cəlairi və Qara Yusif Misirdə həbsdən azad olurlar və yenidən mübarizəyə qoşulurlar, müttəfiq kimi. Deməli, 1406-cı ildə Naxçıvan yaxınlığında Araz döyüşü olur. Araz döyüşündə deməli Teymurun nəvəsi Əbubəkir məğlub edilir. 1408-ci ildə Təbriz yaxınlığında Sərdurud döyüşü olur. Sərdurud döyüşündə isə Teymurun nəvəsi Əbubəkir tam məğlub edilir və atası Miranşah öldürülür. Teymurilər Azərbaycandan qovulur və Cənubi Azərbaycanda Teymurilərin hakimiyyətinə son qoyulur. Diqqət edin yoldaşlar, sual düşəndə biləsiz. Cənubi Azərbaycanda Teymurilərin hakimiyyətinə son qoyulması Sərdurud döyüşündən sonra baş verir. Və Cənubi Azərbaycanda faktiki hakimiyyət Baharlıya keçir. Yəni Qara Yusifin əlinə keçir. Bundan sonra müttəfiqlər arasında bir narazılıq toqquşma baş verir. Yəni Cəlairi Sultan Əhmədlə Qara Yusif arasında. Cəlairi Sultan Əhməd nə ilə barışmaq istəmirdi? Səbəblər nə idi? Qara Yusifin Teymurilər üzərində qəti qələbəsi, Teymuriləri Azərbaycandan qovması, Qara Yusifin əhali arasında nüfuzunun artması və üçüncü səbəb Cəlairi Sultan Əhməd Qara Yusifdən Həmədan yaylaqlarını istəmişdi. Qara Yusif də ona rədd cavabı vermişdi. Bu səbəblər nəticəsində hər ikisinin arasında deməli toqquşma baş verir. 1410-cu ildə Təbriz yaxınlığında Əsəd döyüşü baş verir. 1410 Əsəd döyüşü. Əsəd döyüşündə Cəlairi Sultan Əhməd öldürülür. Cəlairilər dövləti süqut edir. Hakimiyyət keçir Qara Yusifin əlinə. Kürdən cənubdakı Azərbaycan torpaqları deməli tam olaraq Qara Yusifin nəzarətində olur, rəqibsiz. Deməli eyni zamanda İraq, Qərbi İran, Şərqi Gürcüstan, Şərqi Anadoluda hakimiyyət keçir kimin əlinə? Qara Yusifin əlinə. Və əlavə olaraq Azərbaycanın Ərəb İraqın hakimləri də, feodal hakimləri də Yusifin hakimiyyətini qəbul edir və Qaraqoyunlu dövləti yaranır. Qaraqoyunlu dövlətin yaranması prosesinin başa çatması hansı döyüşdür? Dəyərli yoldaşlar, Əsəd döyüşü. Əsəd döyüşündən sonra Qaraqoyunlu dövlətin yaranması prosesi başa çatır, dövlət yaranır. Paytaxtı Təbriz olur. Mövcudluğu 1410-1468-ci illər. Bununla da Oğuzların hakimiyyəti Azərbaycanda yenidən bərqərar olur. Baxın, Qaraqoyunlu Qara Yusifin dövlət yaratması ilə, yəni Qaraqoyunlu dövlətinin yaranması ilə Oğuzların hakimiyyəti yenidən bərqərar olur. Bunlar hamısı test suallarıdır. Qara Yusif oğlu Pirbudağı sultan elan edir. Yəni rəsmi hökmdar oğlu Pirbudaq olur.
Amma faktiki olaraq deməli gücü öz əlində saxlayırdı, hökmranlığı öz əlində saxlayırdı Qara Yusif. Atlı qoşun yaradır və soyurqal bağışlayır əyanlara. Gələcəkdə bu soyurqalın nə dərəcədə problemlər yaradacağını biz görəcəyik. Deməli, gələk indi Azərbaycanın şimalında axı Şirvanşahlar dövləti var idi. 1-ci İbrahim Dərbəndi burada hökmranlıq edirdi. 1-ci İbrahim Dərbəndi Qara Yusifə qarşı ittifaq formalaşdırır. Kiminlə? Şəki hakimi Seyid Əhməd və Kaxetiya çarı Konstantinlə birlikdə ittifaq formalaşdırır Qara Yusifə qarşı. Qara Yusiflə 1-ci İbrahim arasında münasibətlərin kəskinləşməsinin səbəbləri var, dəyərli yoldaşlar. Bu da test sualıdır. Diqqətli olun, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri mütləq düşür. Demək, səbəblər hansılar idi? 1-ci İbrahim 1407-ci ildə Gürcüstana səfər etmişdi, bilirik. Və hakimiyyətini Şərqi Gürcüstana yaymışdı. İkinci səbəb, deməli, Əsəd döyüşündə Cəlairi Sultan Əhmədə kömək etmişdi. Kim? 1-ci İbrahim. Necə kömək etmişdi? Oğlu Kəyyumərsi göndərmişdi ki, öz qoşunu ilə sən Sultan Əhmədə kömək et, onunla vuruş Qara Yusifə qarşı. Və Qara Yusif bütün bunlardan sonra 1-ci İbrahimə tabi olmaq deməli təklifi göndərmişdi. 1-ci İbrahim Qara Yusifin bu təklifini də rədd etmişdi və beləliklə biz gəlirik Kür döyüşünə. 1412-ci ildə Kür döyüşü baş verir. Kimlər arasında? 1-ci İbrahim Dərbəndi ilə Qara Yusif arasında. Deməli, burada Qara Yusif qalib gəlir. 1-ci İbrahim Dərbəndinin müttəfiqləri ilə birlikdə deməli əsir alır. Gürcü çarını edam edir. Əlavə olaraq 300 nəfər əyanı da edam etdirir. 1-ci İbrahimin canını Təbriz sənətkarları qurtarır. Təbriz sənətkarları arasında bir nüfuzu var idi İbrahimin və onlar 1200 tümən də deyirlər. Xərac toplayırlar, daha doğrusu pul toplayırlar və 1-ci İbrahimi Qara Yusifin əlindən alırlar. Və deməli Qara Yusif öz hakimiyyətini Azərbaycanın şimalına da yayır. 1-ci İbrahim Dərbəndi Qara Yusifin hakimiyyətini qəbul edir. Dəyərli yoldaşlar, Qaraqoyunlu dövləti mövzusunun birinci hissəsi bu qədər. İkinci slaydımıza keçirik, izləmədə qalın. Dəyərli yoldaşlar, indi isə keçirik Qaraqoyunlu dövləti mövzusunun ikinci hissəsinə. Dəyərli yoldaşlar, Qaraqoyunlu dövləti yarandıqdan sonra Teymuri hökmdarı Şahrux Azərbaycana yürüşlər etməyə başladı. Bunun da səbəbləri var idi. Qaraqoyunlu dövlətinin yüksəlişi, Yusifin bütün Azərbaycanı tabe etməsi və Qara Yusifin Sultaniyə və Təbrizi Teymurilərdən geri alması. Bu üç səbəb deməli Şahruxun Azərbaycana yürüş etməsi ilə nəticələndi. Əslində Şahrux bir sıra yürüşlər, yəni döyüşlər etmişdi Qaraqoyunlularla, amma məğlub olmuşdu. Şahrux Azərbaycana yürüş ərəfəsində bir sıra ittifaqlar qurdu. Müttəfiqləri kimlər idi? Şirvanşah 1-ci Xəlilullah və Ağqoyunlu feodal hakimliyi. Bir neçə döyüşdə məğlub olmuşdu, amma dediyim kimi 1420-ci ildə isə daha geniş miqyaslı bir yürüşə başladı. Döyüşə hazırlaşan Qara Yusif yolda ikən xəstələnir və vəfat edir. Ordu başsız qalır və dağılır. Teymuri Şahrux Qarabağı müqavimətsiz tutur. Haranı? Qarabağı. Və elə burada da 1-ci Xəlilullah, Şirvanşah 1-ci Xəlilullahla ittifaq bağlayır. Sonra hakimiyyətə Qaraqoyunlu dövlətində Qara İskəndər gəlir. Qara İskəndər 1420-ci ildən 1436-cı ilə kimi Qaraqoyunlu dövlətinin hökmdarı olur. 1421-ci ildə Şahruxla Qara İskəndər arasında baş verən Alaşkert döyüşü Şahruxun qələbəsi ilə nəticələnir. Alaşkert döyüşü 1421 və
İskəndər bir növ Şahruğun hakimiyyətini tanımalı olur. Şahrux Azərbaycan torpaqlarında müəyyən qədər öz hakimiyyətini qəbul etdirdikdən sonra xəracını toplayır, geri qayıdır. Burada qoşun saxlamır. Amma 1435-ci ildə Teymuri Şahrux təkrar bu torpaqlara gəlir. 1435-ci ildə Təbriz döyüşü baş verir. Kimlər arasında? Şahruxla, Teymuri hökmdarı Şahruxla, Qaraqoyunlu hökmdarı İskəndər arasında. Deməli, Qaraqoyunlu hökmdarı İskəndər məğlub olur, taxtdan salınır. Teymuri Şahrux Azərbaycanın idarəsini Cahanşaha tapşırır. Deməli, Qaraqoyunlu Cahanşah hakimiyyətə gəlir. Hakimiyyət illəri Cahanşahın 1436-1467-ci illərdir. Amma bunun bir hissəsi Teymuri Şahruxdan vassal asıllığı dövrüdür. O hansı dövrdür? 1436-cı ildən 1447-ci ilə kimi Cahanşah Teymuri Şahruxdan vassal asıllığında olur. 1447-ci ildə Şahrux ölür və ölən kimi həmin ildə deməli Cahanşah müstəqil siyasət yeritməyə başlayır. Deməli, dərhal Şirvanşahlarla olan gərginliyi aradan qaldırır. Eyni zamanda Ağqoyunlarla müəyyən mübarizə aparsa da Kiçik Asiyada bu uğursuz olur. Ağqoyunlarla mübarizə. Kiçik Asiyada Cahanşahın ən böyük rəqibi Ağqoyunlu bəyliyi idi. Osmanlı dövləti ilə dostluğu davam etdirir və Teymurilərlə mübarizəni davam etdirir, dəyərli yoldaşlar. 1450-ci illərdə bir sıra əraziləri ələ keçirdir. Hansılardır? Cahanşah 1450-ci illərdə Əcəm İraqını, Yəzdi, Qum, Kirman, İsfahanı tutur, dəyərli yoldaşlar. 1458-ci ildə o dövrdə Teymurilərin paytaxtı Heratı tutur. Heratı tutur və Teymuri taxtında əyləşir. Lakin Qaraqoyunlu dövlətində iki qiyam baş verəcək. Biri Bağdadda Pirbudağın qiyamıdır. Biri də oğlu Həsən Əlinin, deməli Həsən Əlinin Təbrizdə qiyamıdır. Bu qiyamlar məcbur edir ki, Cahanşahı o Heratı tərk etsin. Və 1459-cu ildə Cahanşah deməli Teymuri Əbu Səidlə sülh bağlayır, öz təzminatını alır və dövlətinə doğru geri dönür. Gəldikdən sonra qiyamları yatırdandan sonra Ərdəbil hakimliyi ilə mübarizə aparır. Ərdəbil hakimi o dövrdə Şeyx Cüneyd idi. Şeyx Cüneyd, yəni daha doğrusu Səfəvi təriqətinin rəhbəri idi. Şeyx Cüneydi məcbur eləyir ki, Ərdəbili tərk etsin. Şeyx Cüneyd də Ərdəbili tərk edir, dəyərli yoldaşlar. 1460-cı ildə Səfəvilər biz bilirik ki, deməli Səfəvilər Şirvana və Dağıstana yürüş edəcək 1460-cı ildə. Bu zaman Şirvanşah kim idi? Birinci Xəlilullah idi. Cahanşah Səfəvilərə qarşı birinci Xəlilullaha kömək edir. Onunla ittifaqı davam etdirir və kömək edir. Dəyərli yoldaşlar, Sultan II. Mehmet, Osmanlı Sultanı II. Mehmet Cahanşahı belə adlandırırdı. Bu testdə düşə bilər. Ərəb və Əcəmin Sultanı, Türk və Deyləm sultanlarının sahibi. Deməli, Ərəb və Əcəmin Sultanı, Türk və Deyləm sultanlarının sahibi. Kim adlandırır? II. Mehmet. Kimi adlandırır? Cahanşahı. Cahanşah kimə arxalanırdı dövlət quruculuq işlərində? Oturaq əhaliyə və iri tacirlərə arxalanırdı. Kimləri sıxışdırırdı? Yarım köçmə əmirləri sıxışdırırdı, onlara qarşı mübarizə aparırdı. Hərbi islahat keçirtmişdi, ordusunu gücləndirilmişdi. Lakin dövrün inkişaf etməkdə olan güclənən bəyliyi, Ağqoyunlu bəyliyi, feodal hakimliyinin rəhbəri, deməli Həsən bəy, sonradan Uzun Həsən kimi tanıyacağıq. Deməli 1467-ci ildə Muş döyüşündə Ağqoyunlu Həsən bəy Cahanşaha qalib gəlir, dəyərli yoldaşlar. Və bu döyüşün nəticəsi olaraq Qaraqoyunlu dövlətinin tənəzzülü sürətlənir. Qaraqoyunlu dövlətinin tənəzzülünün sürətlənməsinin səbəbi hansı döyüşdür? Sual düşsə, Muş döyüşü. Deməli, sonra hakimiyyətə gətirilir, deməli Həsən Əli 1468-ci ildə elə bir ildə hakimiyyətdə olur.
Həsən Əli Həsən bəy tərəfindən məğlub edilir. Ağqoyunlu Həsən bəy tərəfindən. Ağqoyunlu Həsən bəy Təbrizi tutur və Qaraqoyunlu dövləti süquta uğrayır. Eyni onun yerində Ağqoyunlu sülaləsinin hakimiyyəti başlayır. Dəyərli yoldaşlar, onu da qeyd edim ki, Qaraqoyunlu dövlətinin zəifləməsinin, tənəzzül etməsinin səbəbləri var və o səbəbləri burada sizin üçün qeyd etmişəm. Dövlətdə baş verən qiyamlar tez-tez baş verirdi, bu da dövləti zəiflədirdi. Daxili çəkişmələr, iri əyanların özbaşınalıqları, uzun sürən müharibələr və iqtisadi tənəzzül. Bütün bu səbəblər Qaraqoyunlu dövlətinin zəifləməsinin, tənəzzülünün əsas səbəbləridir. Dəyərli yoldaşlar, mövzumuz bu qədər. Davam edirik, izləmədə qalın.